Hər vaxtınız xeyir, Leyla. Bəli, Moskvadakı hidrometeorologiya mərkəzi artıq elə əvvəlcədən güclü yağış, ildırım və külək barədə xəbərdarlıq etmişdi. Lakin yağışın miqdarı və qısa müddət ərzində yaratdığı daşqın effekti gözləniləndən daha çox oldu. Yağıntıların ümumi həcmi isə 40 mm-dən çox olub ki, bu da Moskva üçün aylıq normanın təxminən yarısı deməkdir. Və dünən müşahidə olunan güclü leysan yağışları Moskvanın belə deyərdim ki, həm gündəlik, həm də ritmik həyatında ciddi fəsadlara səbəb oldu. Havanın qəfil dəyişməsi ilə bir çox ərazilərdə nəqliyyatın işi iflic oldu və elə sizin də dediyiniz kimi hava və yerüstü infrastrukturun zədələnməsinə gətirib çıxardı. Qeyd edim ki, Moskvanın ən çox zərər görən yerlərindən biri şəhərin cənub və cənub-qərb hissələri oldu. Yağış suları küçələri, əsas yolları, o cümlədən avtomobil tunellərini və elə park zonalarını tamamilə örtmüşdü. Vnukovo hava limanına gəlincə isə, bəli, tamamilə doğrudur, hava limanında işində problemlər yaşandı. Güclü yağış səbəbilə bir neçə beynəlxalq və daxili reys gecikdi. Bəzi uçuşlar isə ümumiyyətlə ləğv olundu. Elə kadrlardan da göründüyü kimi hava limanının əsas terminalında su basmışdı. Leyla, Moskvada qeydə alınan dramatik hadisələrdən biri də şəhərin Yasinova rayonunda baş verdi. Burada bir kişi güclü axının təsirindən kanalizasiya lükuna düşdü. Hadisə yerinə dərhal Fövqəladə Hallar Xidməti cəlb olundu və vətəndaş xilas edilərək hazırda xəstəxanaya yerləşdirilibdir. Belə Leyla, bütün hallarda əhalidən yenə də xahiş olunur ki, növbəti günlərdə ehtiyatlı olsunlar. Çünki hava şəraiti hələ tam sabitləşməyib və meteoroloqlar tərəfindən növbəti günlərdə də Moskvada qısa müddətli yağış və ildırım ehtimalı saxlanılır. Belə, Rusiya bürosundan bu saata çatdırmaq istədiklərim bunlardan ibarət idi. Leyla, söz yenidən sizdədir.